Samlar kəsə xarici təhsil net geri döndü. Nəyə görə geri döndü? Çünki gördük ki, ətraf bloqer qaynır, amma faydalı məlumat yoxdur. Biz də gəldik, gördük ki, cəmaət ancaq Polşada pomidorun qiyməti haqqında məlumat verir, amma biz isə faydalı məlumat verəcəyik bu gün. Qonağımız Mail də hər zaman olduğu kimi son son 3 videomuzda olduğu kimi yenə Mail, amma bir səbəb də var, çünki Mail daima da inkişaf eləyir. Əvvəlcə Macarstanda təhsil, sonra Macarstanda iş. Gözlə təhlilirəm. İndi də Almaniyada iş barədə bu gün Maillə danışacağıq. Mail xoş gəlmisən. Xoş gördük, sağ ol. Təkrar sənin kanalına qayıtmaq çox xoşdur. Bəli, uğurlar. Təşəkkürlər. Keçək müsahibəyə. Çetin olar oturup uğur kazanmak. Sayf eləməyəcək boş dayanmaq. Yerinə yetməyəcək. Deməli Mail, bütün detallar haqqında danışacağıq, amma əvvəlcə istəyərdim ki, çox belə deyək, ümumi məlumat verəsən ki, hal-hazırda hardasan, nə cür bir işdə, nə cür bir vəzifədə çalışırsan və ümumi fikirlərin nələrdir? Tamam Rəsul, mən hal-hazırda tam-tamına 2 ildir Almanya Frankfurt şəhərində UBS İsveçrə bankında likvidlik üzrə maliyyə analitik vəzifəsində çalışıram və qeyd etdiyim kimi əvvəlcə Macarstanda təhsil, 2 il master təhsil, daha sonra 3 il iş, full time iş və ümumilikdə 7 ildir ki, artıq Avropada həyatımı davam etdirirəm, belə desək, ekspat həyatımı. Super. Növbəti sual isə təbii ki, elə bayaq dediyim addımlardır. Başa düşdüyüm qədəri ilə sən də bir çoxları kimi ilk bakalavr təhsili və Azərbaycanda almısan. Bəli. Və bundan sonra necə oldu ki, əvvəlcə Macarstana, sonra da Almaniyaya gələ bildin? Tamam. Demək Rəsul, mən səninlə eyni sabah qruplarında təhsil almışıq. Bizim artıq orada müəllimlərimizin əksəriyyəti xarici təhsil almış müəllimlər idi və bizim üçün artıq vizyon formalaşırdı ki, biz də gələcəkdə öz təhsilimizi orada davam etdirə bilərik, onlara baxaraq və artıq 3-cü kursda müəyyənləşdirmişdim ki, xarici ölkələrimə gedəcəm. Hətta o vaxt Almaniyaya idim, amma qismət elə gətirdi ki, təhsil üçün yox, daha sonra iş üçün Almaniyaya gəlməli oldum və Macarıstan həm iş imkanlarına görə, həm də ki, təqaüd imkanlarına görə daha cəlbedici gəldi mənə. Estoniya və İtaliya variantlarından bir desək qırağa qoyub Macarıstanı seçdim. Buna görə də peşman deyiləm və bir də burada önəmli məsələlərdən biri sizin master təhsilində prioritet olaraq nəyi seçməyinizdir. Sırf 2 il təhsil alıb daha sonra ölkəyə qayıtmaq istəyirsinizsə, təbii ki, universitetin, ölkənin prestijinə fikir verməlisiniz, amma daha çox siz həmin ölkədə yaşamaq, uzun müddət dövrdə öz həyatınızı qurmaq istəyirsinizsə, daha sonra da qalmaq imkanlarına, iş imkanlarına fikir verməlisiniz. Bu cəhətdə Macarıstan mənim bütün tələblərimə cavab verirdi və Sweden Hungary Okulunun təqaüdünü aldım. Buna bağlı bizim geniş videomuz var, qeyd etdiyim kimi və daha sonra Macarıstanda təhsilimi bitirdikdən sonra iş imkanlarından yararlandım. Əvvəlcə Vodafone şirkətində maliyyə analitik olaraq çalışdım. Daha sonra isə daha ixtisasıma yaxınlaşdım. Morgan Stanley ABŞ bankında treasury üzrə, xəzinədarlıq üzrə analitik idim, amma yenə də likvidlik sahəsində. Okay. Sonra isə, yəni Almaniya iş Daha sonra da Almaniya, bəli, təklifi. bəli. Bəli, iş təklifi. Yəni belə deməm mümkünsə, əvvəlcə magistr təhsil üçün Macarstana gəldi, sonra burada işlədi bir müddət, sonra isə iş yenə təklif alaraq Almaniyaya getdi. Super. Almaniya, bəli. Ümumilikdə indi Almaniyada iş haqqında danışırıq. Yəni bir çoxlarının əslində düşündüyündən bir qədər daha çətin bir prosedur ola bilər bəzən bu. Ümumilikdə danışmağı istərdim ki, yəni deyək ki, artıq illərdir ki, Macarstanda yaşayırdın, iş təcrübən də var idi. Sonra necə başladın müraciətlər etməyə? Yəni o Almaniyaya gəlməzdən əvvəlki 6 aylıq deyək ki, period var. O periodu necə dəyərləndirdin? Nə cür müraciətlər eləyirdin və s. Tamam. Demək lazım mən belə desəm artıq əvvəldən müəyyənləşdirmişdim ki, daha çox Qərbi Avropaya getmək istəyirəm. Belə desək, həm özümü inkişaf etdirmək cəhətdən, həm gələcəyimi daha çox orada görürdüm. Və belə desək, sizin artıq bir yerə müraciət etməyiniz üçün fərqi yoxdur, universitet oldu, iş oldu. Mühitin formalaşmasına ehtiyac var. Məndə həm ekonomik olaraq da artıq Macarıstandan çıxmaq istəyirdim, həm də ki, dediyim kimi öz inkişaf cəhətdən və artıq 2022-ci ildə bu mühit belə desək mənim üçün formalaşdı və müraciətlərə başladım. Tək Almaniya yox, Almaniya, Lüksemburq, Niderland qarışıq müraciət edirdim. Hətta Almaniya bunların arasında şansımın ən az olduğu ölkə idi. Çünki Almaniyadakı vakansiyalar 90%-də Almanca istənilirdi. Burada siz qorxutmaq istəmirəm, amma sadəcə olaraq bəlkə də müsbət nümunə kimi, yəni müraciət etdikdə qalib gəlmə şansınız yüksəkdir və gün ərzində LinkedIn-dən müraciət edirdim texniki olaraq. İndiyənə kimi bütün işlərə orada müraciət etmişəm və əvvəlcə vakansiyalar, mənə uyğun vakansiyaları seçirdim. Niş olaraq likvidlik sahəsini istəmişdim, çünki orada şanslarım da yüksək idi, artıq təcrübəm var idi.
Və daha sonra 2 ay intensiv müraciət elədim. Daha sonra müsahibələrim başladı yanvar ayından etibarən və hal-hazırda qəbul olduğum yerdə 3 ay çəkdi mənim müsahibələrim. Beləcə şirkətdə hamıdan müsahibəm oldu. Yəni öz Hə. iş yoldaşımdan tutmuş, CFO kimi onlarla belə yəni müsahibələrim oldu. Bir qədər bu uzun çəkən prosedur, səbirli olmalısınız belə desək və daha sonra background check və artıq iyul ayında mən işə başlamışdım. Beləcə ümumi prosedur tam-tamına 6 ay çəkdi məndə. Başa düşdüm. Çox sağ ol. Yəni şəxsən, yəni kənardan dinləyən biri kimi mənim aldığım mesaj budur ki, həm fokuslu çalışmalısınız, yəni xüsusi bir sahəyə mümkündürsə ixtisasınıza fokuslanasınız, Eynən, həm də ki intensiv və davamlı olaraq müraciət eləyəsiniz ki, yəni mütləq. şansları qaçırmayasınız. İntervyuda biraz uzun çəkə bilər, belə başa düşürəm, amma yəni əvvəlcədən şirkəti araşdırdığı, müsahibəyə hazırlaşdığı müddətcə okeydir. Eynən. Oldu. Almaniyada indi işlərə qəbul olarkən təbii ki, belə başa düşürəm ki, şirkətlər bir neçə perspektivdən səni dəyərləndirirlər, səni və digər kandidatları. Və bu baxımdan bir sual vermək istərdim ki, təbii ki, sən ixtisasına uyğun yerlərə müraciət elədin, uzun müddət fokuslu olaraq, amma səncə, yəni həm təcrübə, həm savad olaraq sənə ən çox kömək edən nə oldu? Çünki maliyyətçilər üçün də əsasən bu video və Azərbaycanda da ACA, CFA kimi sertifikasiya proqramlarına böyük maraq var. Yəni bu cür məsələlərin nə dərəcədə önəmi var? Digər tərəfdən dil amili barədə də bir qədər daha çox danışmanı Bəli, bəli. istəyərdim mümkünsə. Eynən, eynən. Çox önəmli məsələ toxundun Rəsul. Həqiqətən də siz işə müraciət elədikdə, sırf məsələn siz artıq Qərbi Avropaya müraciət edirsə fərqi yoxdur, Bakıdan ya Şərqi Avropadan, onlar artıq həmin sahədə daha çox təcrübəli şəxs axtarırlar. Təbii ki, burada oxuyursunuzsa, təhsil alırsınızsa, treyni kimi, yeni işə başlayan intern kimi insanları qəbul eləyirlər. Amma sizi sırf sizə xərc çəkib, viza sponsor olmaq üçün, sizi müddət olaraq gözləmək üçün, mən ən az bir 3 ay gözlədilər burada sənədləşməyə getmək üçün. Sizin müəyyən belirlisə keyfiyyətli olmağınız lazımdır və bunu da harda əldə edə bilərsiniz? Sırf özünüzün peşəkar olduğunuz sahədə. Məsələn, mən özümü tam peşəkar saymasam da müəyyən dərəcədə il yarım təcrübəm var idi Morgan Stanley-də və onlara da artıq işi bilən insan lazım idi ki, məsələn, artıq işə gələndə mən iyul ayında artıq sıfırdan başlamayım iş öyrənməyə. Ona görə müraciət edəndə bunlara fikir verməlisiniz. Sertifikatlar məsələsinə gəldikdə, bununla bağlı Azərbaycanda biraz fikirlər fərqlidir. Mən məsələn öz fikrimi deyim ki, məsələn, belə desək, oxşatma fərqli ola bilər, amma məsələn siz hara getdiyinizi birinci müəyyənləşdirməlisiniz. Məsələn, deyək ki, səhraya getmək istəyirsinizsə, sizin şərf və yaxud kurtka, qalın kurtka götürməyinizə ehtiyac yoxdur. Yəni məsələn, deyək ki, siz risk sahəsini inkişaf etmək istəyirsinizsə, tamam, FIM-i götürə bilərsiniz. Məsələn, mühasibə sahəsində, audit sahəsində isə ACE götürə bilərsiniz. CFA biraz çox geniş anlayışdır. Portfolio investmentdə maraqlanırsa, təbii ki, onu götürə bilərsiniz. Yəni siz əvvəlcə yolu müəyyənləşdirin, daha sonra nə ləvazimatlar lazımdırsa, daha sonra ləvazimatları götürün. Əvvəlcə bütün ləvazimatları götürüb daha sonra yola çıxanda təbii ki, bu ağırlıq olacaq sizin üçün. Vaxt itkiniz gedəcək, Okay. maddi itkiniz olacaq və bu da ki, arzulanan bir situasiya deyil. Okay. Bir Maraqlıdır, çox çox sağ ol. üzr istəyirəm, Digər dil sonuncu məsələsi. məqam dil məsələsi, eynən, hə. Dil məsələsi qeyd etdiyim kimi Almaniyada önəmli məsələlərdən biridir. Təbii ki, sırf fokusunuz Almaniya və ya Alman dilli ölkələrdirsə, Avstriya və İsveçrədirsə, təbii ki, dili öyrənib müraciət etməyiniz daha yüksəkdir, amma bu o demək deyil ki, Alman dili bilmədən gəlmək mümkün deyil. Berlin də məsələn çox multinational bir şəhərdir. Berlində məsələn Alman dilli bilmədən ingilis dilli vakansiyalar çox yüksəkdir. Bu təbii ki, sizin ixtisasınızdan asılıdır. Məsələn deyək ki, həkim olaraq gəlirsinizsə, təbii ki, yerli dili mütləq bilməlisiniz. Amma məsələn IT və yaxud data, məsələn maliyyə mühasibə sahələrində bəzən mənim üçün məsələn Alman dili bilmədən daha çox gələndən sonra öyrənmək mümkündür. Bir də üzr istəyirəm, məsələn burada prosesə bir qədər fərqli prizmadan baxmaq lazımdır. Tamam, Almaniyaya gəldim, bitmir. Əsas şey bundan sonra başlayır. Sizin burada yaşamınız var, gündəlik həyatınız var, bura inteqrasiya olmağınız var. Yəni yerli dili ən azından müəyyən bir IQ səviyyəsində bilmək çox önəmlidir və daha sonra da gələcəkdə daimi oturun vətəndaşlıq almaq üçün də müəyyən daha yüksək səviyyədə tələb olunur. Okay, maraqlıdır, çox sağ ol Mail. Deyək ki, artıq prosedur uğurlu keçdi və sən maaş təklifi mərhələsinə çatdın və burada sual sənin maaşından əlaqəli deyil, ümumi tendensiya ilə bağlıdır ki, səncə ortalama bir insan, deyək ki, Frankfurt kimi bir şəhərdə yaşayan və yaxud da Berlində yaşayan insan hansı maaş səviyyəsindən aşağı təklifi qəbul etməməlidir? Və izləyicilər də nəzərə çatdıraq ki, illik maaşdan burada söhbət gedəcək və vergilər də nəzərə alaraq belə vergidən əvvəlki maaşı desəydin daha yaxşı olardı.
Tamam, tamam Rəsul. Demək, burada bu bir qədər subyektiv məsələdir. Nə mənada? Sizin yaşınızdan, hansı vergi klassınızda olmağınızdan, yəni subaysızmı, evlisinizmi, nə qədər vergi tutulur, bundan çox asılı olan bir məsələdir. Amma ümumi fikriniz formalaşsın deyə bir rəqəm də deyə bilər. Ümumi məsələn sizin məsələn 5 manat alırsınızsa, onun 2 manatını siz Alman dövlətinə vergi olaraq ya sosial ödəmə olaraq verirsiniz. Geridə qalan 3 ancaq sizin olur. Yəni belə sadə dillə izah eləsək və bir də gəldiyiniz şəhərin oxşayasınız. Məsələn, Frankfurt bir qədər bura bahalı şəhərdir. Almaniya ikinci ən bahalı şəhərdir Münihdən sonra, üçüncü Hamburq, daha sonra Berlin gəlir və bunu da nəzərə almaq lazımdır. Məsələn, Frankfurt kimi bir şəhərə gəlirsinizsə, net maaşınız məncə bir 3000 civarı olmalıdır ki, minimum. Yəni 3000 civarı belə desək olmalıdır ki, Aylıq. yəni ən az gəlməyincə sərf edəsən. Eyni aylıq və brutto bu artıq 5000 gəlir, 5000-iz 3 çatır və illik rəqəmlərlə desək 60000 civarı olmalıdır ki, belə desək gəlməyincə dəysin, yəni sadə dillə desək və eyni zamanda maaşınız müəyyən səviyyədən yüksək olduqda siz həm də Blaukarta müraciət edə bilirsiniz. Blaukart alınır sizin üçün və onun bir qədər adi iş oturumundan daha çox üstünlükləri var. Məsələn, daimi oturumu daha tez alırsınız, ailə birləşməsinə daha tez müraciət edə bilirsiniz. Bu kimi avantajları var. Okay, çox sağ ol. Qısacası illik 60.000 gross, yəni vergidən əvvəlki maaş, o da aylıq 5.000-ə təsadüf eləyir. Oradan da net maaş, yəni cibinizə gedən maaş 3000 avrodur. Yəni sən təklifin budur ki, belə deyə bu maaşdan aşağını qəbul eləməsələr əslində daha Böyük yaxşı. şəhərlər üçün, böyük şəhərlər. Böyük Məsələn, şəhərlər. kiçik şəhərlərdə məsələn hətta 50-55 üçün danışmaq olar, amma Okay. yəni böyük şəhərlərin danışırsa bəli, 60.000 məncə. Çox sağ ol. Əslində özün də maraqlı bir mövzuya toxundun. Ümumilikdə belə oturum prosesi və bunun vətəndaşlığa gedən yolu, məsələn, deyək ki, bir insan getdi burada artıq ilkin addımlarını atdı karyerada, artıq deyək ki, böyük bir şirkətdə maliyyə analitiki vəzifəsində çalışır. Nə qədər uzun bir yol var vətəndaşlıq üçün? Nə kimi tələblər var və şəxsən sənin məsələn ümidlərin nə qədər çoxdur ki, məsələn bir gün vətəndaşlıq ala bilərsən? Belə deyim, məsələn, ayağım bir qədər düşərli oldu Almaniya üçün. Mən gələndən sonra da 2024-ün iyunundan yeni qaydalar qüvvəyə mindi. Vətəndaşlıq 5 ilə endirildi müddət olaraq. 5 il burada yaşamısınızsa, vergi ödəmisinizsə, yəni dövlət qanunu yaşamaq niyyəti təbii ki, və dövlətdən yardım almamısınızsa, onu təbii ki, кейsə dəyişə bilər. Artıq vətəndaşlığa müraciət edə bilirsiniz. B1 almancası ilə və daha buranın inteqrasiya kursunu keçərək müəyyən təbii ki, imtahanlar verərək Alman tarixi, Alman dilindən bağlı bunlar verə bilərsiniz. Mən hal-hazırda qeyd etdiyim kimi 2 il buradayam. Hələ mənim biraz yolum uzundur. Bundan əlavə olaraq Almaniyada biraz bürokratik ölkədə o qədər digitallaşma yüksək səviyyədə deyil. Hətta müraciət edəndən sonra da 1 ya 2 il sizin müraciətinizə baxılması çəkir və ümumi desəm bu prosedur 6-7 il çəkir. Amma yəni ən azından almaq mümkündür və alan ətrafımda da insanlar var və bundan yanaşı burada daimi oturum da var. Məsələn, bir müddət işlədikdən sonra, məsələn, Blaukartda 21 aydan sonra siz artıq daimi oturum müraciət edirsiniz. Üstünlükləri nədir? Sizin belə desək, vətəndaşlıqdan əlavə, yəni seçmə hüququndan əlavə başqa belə desək və bir də orada vizadan əlavə digər bütün hüquqlarınız olur, yəni normal vətəndaş kimi və eyni zamanda yəni siz işləməsəz belə artıq burada yaşaya bilirsiniz. Daimi oturumunuz olduğuna görə Çox üzr avantaj istəyirəm. Demək istəyirsən ki, yəni vətəndaşlığa çox yaxındır. Sadəcə çox olaraq yaxındır. amma bəzi hüquqlar sadəcə çatışmır, hansı ki, yəni seçmə fazı. Eynən. Bir də məsələn pasport olmadığına görə məsələn deyək ki, ABŞ-a falan məsələn vizasız girə bilmirsiniz. Təbii ki, sizdə hələ ki Azərbaycan pasportu var. Bir də bu təzə qaydalarda önəmli məsələlərdən biri ikili vətəndaşlığı da artıq almaya icazə verir. Yəni siz Azərbaycan vətəndaşlığını da qoruyaraq ikinci Alman vətəndaşlığını ala bilib iki pasportdan yararlana bilərsiniz. Bu da Təşəkkürlər. Almaniyanın üstün Ə, cəhətidir. Bəli. Çox kiçik bir xahişim olsun. Adlarını bir də aşağıdan yuxarıya doğru sıraladın. İlkin olaraq hansısa, sonra Tamam. hansız, anaxsa. Birinci iş vizası və yaxud mavi kart, blau kart bunlardan biri olur. Yəni təbii ki, maaş səviyyənizdən asılı olaraq. Daha sonra ikinci mərhələ kimi daimi oturum və üçüncü mərhələ vətəndaşlıq. Bəzi insanlar var ki, daimi oturum almadan birbaşa vətəndaşlığa müraciət edirlər təbii ki. Yəni iş icazəsini uzada, amma şanslarınızın yüksəlməyi üçün təbii ki, arada daimi oturum alıb daha sonra etmək lazım. Mən hal-hazırda blau kartdan daimi oturumun arasındayım bir yerlərdəyim. Çox sağ ol. Hə, yəni bunun da əsas fərqi, yəni məndə də daimi oturumdur sadəcə Macarıstan. Yəni fərqi odur ki, yəni işdən belə deyək də rəsmi Macarıstanda işin olmadan da ölkədə uzun müddət yaşaya bilirsən. Yəni iş Bəli, o vizasında insana amma məcbursan ki, Almaniyada və yaxud da Macarıstanda işləyəsən.
Eynən. O insana həm də bir yandan güvən verir. Məsələn, ən azı biləndə ki, sabah bir şey olsa, məsələn, işdən çıxsan eləsən, ən azından bu ölkədə qala bilirsən, yəni iş axtarmaq olsun, Super, davam hə. etdirmək Yəni olsun. hazır yaşayanlar bilir ki, yəni həqiqətən də psixoloji gərginlikdir biləndə ki, Psixoloji yəni olaraq. Bəli, bəli. aha, çox sağ ol. Suallarımız bu qədər idi, Mail. Çox sağ ol, həqiqətən gəldiyin üçün çox minnətdaram. Əminəm ki, yəni həm motivasiya baxımından, həm də bilgi baxımından hamı üçün çox faydalı video olacaq bu. Oldu hətta. Təşəkkürlər Rəsul. Bu arada mən təşəkkür edirəm. Uzun aradan sonra qayıtdın. Həqiqətən sənin videolarından özüm də faydalanmışam. Bir çox şeylər maraqlıdır. Uğurlar. Özün də Davam edir. çəkilmisən 3 dəfə. 3 dəfə bəli. Çox sağ ol. İzləmədə qalan hər kəs tezliklə başqa ölkələrlə bağlı da videolarımız olacaq. Kommentdə də yaza bilərsiniz. Mailin də Instagramını izləyə bilərsiniz. Yol.adami neynir? Travel blogger qısacası. Minnətdaram. Təşəkkürlər. Həmişə E, gəzməkdir. İzlədiyiniz üçün təşəkkürlər. Təşəkkürlər.